Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün təbii radioaktivlik, alfa, beta və qamma şüalanma, radioaktiv çevrilmə qanunu başlığındakı testlərin izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, radioaktiv elementin aktivliyi 9 saatda 8 dəfə azaldı. Bu elementin yarımparçalanma periodunu hesablayın. Düsturumuz A bərabərdir, A0 vurulsun, 2'nin üstü mənfi t bölünsün böyük dedim. 8 dəfə azalbsam, A-nın yerinə A0 bölünsün 8 qoyaram. Bərabər edərəm, A0 vurulsun 2'nin üstü mənfi t bölünsün böyük t-yə. Buradan A0'lar gedər, 8'i 2'nin üstü mənfi 3 yaza bilərəm. 2 üstü mənfi 3 bərabərdir. 2 vurulsun, üstündə mənfi t-ni veribdir, kiçik t-ni 9 verib bölürəm böyük t-yə. 2'lər buradan gedər. 3 bərabər olar 9 böl t-yə. Onda buradan yarım parçalanma periodunu və ya yarım çevrilmə periodunu 3 taparam. Deməli 3 saatda. Cavab olur C variantı. 2. Beta mənfi çevrilmə zamanı nüvənin yükündən söhbət gedir. Deməli, nüvənin yükü beta mənfi çevrilmə zamanı bir elementar yük qədər artır. Yəni, tutaq ki, x zeta elementidirsə, beta mənfi çevrilməyə məruz qalanda kütlə dədi dəyişmir. Yəni alınan Y metalımızda A kütlə dədi qalır, Z isə bir vahid artır. Ona görə də cavabı götürərəm. Bir elementar yük qədər artır. Cavab B variantı. 3. Ardıcıl alfa və beta mənfi parçalanmaların nəticəsində tellur 90-232 qurğuşuna 82-207 plümbümə çevrilir. Protonların sayı nə qədər dəyişmişdir? Deməli, mən burada baxıram ki, birinci maddəmiz tellurdur. 90-dan 232'dir. Bunu çevirib, nəyə çevrilibdir? Plümbümə. Plümbüm 82-207'yə. Bizə deyir ki, protonların sayı nə qədər dəyişmişdir? Proton məxrəcdəkilərdir. Əvvəlcə tellurda 90'dır protonun sayı. Plümbümdə isə 82'dir. Nə qədər dəyişib? 90'dan 82 çıxıram, tapıram ki, 8 vahid azalıbdır. Cavabı götürərəm A variantı. 4. Ardıcıl alfa və beta mənfi çevrilmənin nəticəsində uran qurğuşuna çevrilir. Nukleonlarının sayı nə qədər dəyişmişdir? Yəni kütlə ədədlərindən söhbət gedir. Deməli, uran 92-235'dir. Bu çevrilib nəyə? Plümbüm 82-207'yə. Nukleon deyəndə yuxarıdakı rəqəmləri götürürəm. Əvvəlcə 235'dir. Daha sonra plümbümdə çevrilib 207'yə. Nə qədər azalıb? 235'dən 207 çıxıram. Bu da mənə 28 verib. 28 vahid azalıb. C variantı götürərəm. 5. Nüvənin kütlə defekti hansı düsturla ifadə olunursa, onda bizdə kütlə defekti delta m'dir. Delta m bərabərdir zm proton. Protonun kütləsini sayına vururam. Üstə gəlirəm. N m neytron. Neytronların kütləsini neytron sayına vururam. Çıxıram m nüvənin kütləsini. Yəni cavab D variantıdır. Keçək 6 nömrəli suala. Uran 92-237 nüvəsinin beta mənfi çevrilməsi zamanı alınan kütlədir. Deməli yazaq. Uran 92-237. Beta mənfi olsun, beta müsbət olsun, fərqi yoxdur. Yuxarıdakı dəyişmir. Yəni bizim A kütlə dədimiz dəyişmir. Alınan maddəmizin yuxarı hissəsi 237 qalır. Beta mənfidirsə aşağı bir vahid artır. Yəni 92 idisə olur 93. Kütlə dədini istəyirsə, yəni yuxarıdan söhbət gedir A-dan. O da 237 olaraq qalır. Yəni Y variantı. 7. Aktinium elementinin bir alfa çevrilməsi zamanı. Deməli uşaqlar, alfa çevrilməsi zamanı yük ədədi 2 vahid azalır. Kütlə ədədi isə 4 vahid yazaq. Aktinium 89-227. Əgər bir dənə alfa çevrilməyə məruz qalıbsa, helium nüvəsi çıxmalıdır. Onda burada alınan X elementimin məxrəci 2 vahid azalmalıdır. Məxrəc deyim, yəni aşağı hissəsi. Kütlə dədi isə 4 vahid azalmalıdır. Onda belə yazarıq ki, bura olur 87, bura isə 225. Yəni cavabı götürərəm A variantı. Burada 4 vahid azalır uşaqlar. 227 yox, 227'dən 4 çıxıram. 223 olur. Bizdən də kütlə ədədini istədiyi üçün 223'dür. C variantı. 8. Beta mənfi şüalar nələrdən ibarətdir? Əlbəttə ki, mənfidir, elektronlar selindən ibarətdir. A variantı. Sonra qamma şüalanma nədir? Qamma şüalanma, baxın, alfa ilə beta yox, yalnız qamma elektromaqnit dalğalarından ibarətdir. Yəni D variantıdır.
10. Hansı qrafik parçalanmamış radioaktiv nüvələrin sayının zamanda nasıllığını göstərir? Düsturumuz n bərabərdir. N0 vurulsun 2'nin üstü mənfi t bölünsün böyük t'dir. Burada zaman keçdikcə parçalanmamış nüvələrimin sayı n0'dan başlayaraq azalır. Ona görə cavab dedim. Delta n'ni soruşanda delta n n-0 şəklində açıldığı üçün n-0 şəklində. Zaman keçdikcə n0 azalır. Azaldığı üçün çıxılanı azaldıramsa fərqim artmalıdır. Yəni burada düz asılı olacaqdır. Cavabı götürərəm. Y variantı. Müəyyən bir qiymətə qədər düz asılan artır. Müəyyən bir qiymətdən sonra dəyişməyəcəkdir. Sabit qalacaqdır. 12. Alfa çevrilmə zamanı nüvənin yükü necə dəyişər? Nüvənin yükü, yəni ki, x z adı yük ədədi, yəni z-dən söhbət gedir. Helium əgər 2, 4 çıxırsa, yük ədədi 2 vahid azalmalıdır. 2 elementar yük vahidi qədər azalır. Cavabı götürərəm C variantı. 13. Uran izotopunun beta mənfi çevrilməsi zamanı yaranan nüvənin kütlədədir. Uran, deməli 92, 235. Beta mənfi çevrilməyə məruz qoysam, məxrəc bir vahidi artacaq. X elementi 93 olacaq. Burada 235 qalacaq. Məndən də kütlə ədədini istəyir. Kütlə ədədi 235 qalır. C variantı. 14. Nüvənin bir nukleonuna düşən rabitə enerjisi. Bir nukleona düşən rabitə enerjisi xüsusi rabitə enerjisi adlanır. Cavab olur B variantı. 15. Atom nüvəsinin sərbəst nukleonlara parçalamaq üçün lazım olan deməli minimum enerji necə adlanır? Bu da nüvənin rabitə enerjisidir. C variantı. Sonra 16. Radioaktiv X nüvəsinin Y nüvəsinə çevrilmə sxemi göstərmişdir. Bu hansı zərrəcik buraxılır? Deməli X nüvəm var. Z adı deyək ki. Keçid Y-ə. Verib burada da. X-in baxaq görək Z-i nə qədərdir? 90'dır. 90 qalsın burada. A-sı nə qədərdir? 234'dür. Deməli bu çevrilib Y-ə. Y nə qədərdir? Baxaq. Y-in deməli Z olub 91. A-sı dəyişməyib. 234 qalıb. Baxıram, kütlə ədədi dəyişməyib. Məxrəc bir vahid artıbsa bu beta mənfi çevrilməyə məruz qalıb. Cavabı götürərəm Y variantı. 17. Radioaktiv X nüvəsinin Y nüvəsinə çevrilmə prosesi göstərilmişdir. Bu zaman hansı hissəcik buraxılır? Deməli, gəlin X-in baxaq, Z-i nə qədərdir? X, Z-nə baxıram ki, 92'dir. A kütlə ədədi 238'dir. Y-ə çevriləndə Y-in Z-i 90'dır. Kütlə ədədi düşüb 234'də. Uşaqlar görürəm ki, yuxarı 4 vahid azalıb. Z isə 2 vahid azalıb. Bu da helium nüvələr seldir. Yəni helium zərrəciyi çıxıbdır. Alfa çevrilmə. Bir alfa çevrilmə baş verib. Yəni 17'də cavabı C götürərəm. 18. Radioaktiv çevrilmə zamanı çevrilməmiş qalan nüvələrin sayı hansı ifadə ilə təyin olunur? Çevrilməmiş qalan nüvələrin sayı düsturu n bərabər n0 vurulsun. 2'nin üstü mənfi t bölünsün böyük t düsturdur. Cavab B variantı. 19. Radioaktiv çevrilmə zamanı parçalanan nüvələrin sayından söhbət gedirsə, onda biz bunu delta n ilə yazırıq. Delta n bərabərdir n çıx n0'dır. Burada da n açanda deməli n0 vurulsun 2'nin üstü mənfi t bölünsün böyük t çıxılsın n0. Buradan da n0 mörtərizə xaricən çıxartsam, n0 da mörtərizə xaricən çıxardanda deməli, burada yeni dəyişik yazdım bir dəqiqə. n0 çıxılsın n-dir. Buradan da yerinə qoysaq n0 mörtərizə xaricən çıxartsaq 1 çıxılsın 2'nin üstü mənfi t bölünsün böyük t olmalıdır. Cavabı götürərəm B variantı. Düzmü getdi? Yox, A variantı, A variantı. Keçək növbəti suala. 20. Parçalanmamış radioaktiv nüvələrin sayının zamanda asılı qrafiki vermişdir. Nüvələrin başlanğıcındakı n0 sayını tapın. N verib yazıram. N bərabərdir n0 vurulsun 2'nin üstü mənfi t bölünsün böyük t. Burada n verib 2 vurulsun 10 üstü 5. Bərabərdir n0 yoxdur. Vurulsun 2'nin üstü. Mənfi t zamanımı 4 verib. Periodu da 2 verib. Onda buradan 2 vur 10 üstü 5 bərabərdir. N0 vurulsun 2'nin üstü mənfi 2 alıram. Buradan da N0 tapanda 2 vur 10 üstü 5'i vurmalıyım 4'e. Bu da mənə 8 vurulsun 10 üstü 5 verər. Yəni cavabı götürərəm A variantı. 21. Parçalanmamış radioaktiv nüvələrin sayının zamandan asıllıq qrafiki verilmişdir. Yarım çevrilmə periodunu hesablayın. N da var, N0 da var. Onda yazacağım n bərabərdir n0 vurulsun 2'nin üstü mənfi t bölünsün böyük t.
N'imiz 10 üstü 8'dir. Bərabərdir. N sıfırımız 4 vur 10 üstü 8'dir. Vur 2'nin üstü mənfi 20 bölünsün t'yə. Buradan deməli bunu biraz sadələşdirsək belə bir ifadə ala bilərəm ki 10 üstü 8'lər gedər. 1 bərabər olar 8 vurulsun deməli nə qədər edər bu? Gəlin bunu belə yazaq biraz daha sadə formada. 2 vurulsun mənfi t bölünsün böyük t bərabərdir. N bölünsün n sıfır. Yəni 10 üstü 8'i bölməliyim 4 vur 10 üstü 8'e. Buradan bunlar geçsin. 4'ü 2'nin üstü mənfi 2 yazın. Buradan 2'lər geçsin. Belə daha sadə olur. T'nin yerine 20 koyayım. 20 bölünsün t bərabərdir 2'ye. Onda yarım çevirmə periyodunda buradan 10 il tapım. Cavab Y variantı. 22. Radioaktiv nüvənin yarım çevrilmə periyodu 15 sutkadır. Neçə sutka ərzində nüvələrin sayı 8 dəfə azalar. Yəni n bölünsün n sıfırı mənə 8'də 1 verib. Onda yarım çevirmə periyodumu da 15 veribsə, elə yazaram n bölünsün n sıfır bərabərdir 2 vurulsun 2'nin üzəri daha doğrusu mənfi t bölünsün böyük t. N bölü n sıfırın yerine 8'də 1 qoyub onu da 2 ilə ifadə etsəm 2 üstü mənfi 3 edər. Bərabərdir 2'nin üstü mənfi t bölünsün 15. 2'lər buradan gedər. T də bərabər olar 3 vurulsun 15, yəni 45 sutkuya. Cavabı götürərəm 45 sutka B variantı. 23. 6 ildən sonra radioaktiv elementin aktivliyi 4 dəfə azalarsa, yarım parçalanma periyodunu hesablayın. Aktivlik 4 dəfə azalsa A bölünsün A0, yəni 4'ə bərabərdir. Onda yazaram A bərabərdir, düsturumuz A0 vurulsun, deməli 2'nin üstü mənfi T bölünsün böyük T. Buradan da A bölünsün A0 bərabər olar 2 vurulsun 2'nin üzəri daha doğrusu mənfi t bölünsün böyük t'yə. A bölü A0 4 almışam. 4 bərabərdir 2'nin üstü mənfi t bölünsün böyük t. Daha doğrusu 4'də 1 uşaqlar. Çünki azalıbdır. Bunu da 4'də 1 edək. Aha, bunun 2'nin üstü mənfi 2 yazaram. Bərabərdir 2'nin üstü mənfi deməli 6 ildən sonra yəni kiçik t'nin 6 verib böyük t yoxdur. Bunlar gedir. Böyük t'ni də buradan tapanda 3 alıram. Deməli cavab olur 3 il. B variantı. 24. Radioaktiv elementin parçalanma periyodu 4 ildir. Neçə ildən sonra aktivliyi 4 dəfə azalar. Deməli A bölünsün A0 bizə 4 dəfə azalar verib, yəni 4'də 1 verib. Bu 2'nin üstü mənfi 2 deməkdir. Onda yazaram ki A bölünsün A0 bərabərdir. 2'nin üstü mənfi t bölünsün böyük t'yə. A bölü A0'ın yerinə 2 üstü mənfi 2 qoyuram. Bərabərdir 2'nin üstü mənfi kiçik t bölünsün böyük t'ni 4 veribdi bizə. Bunlar gedir, onda kiçik t'ni də buradan 8 tapıram. Yəni 8 ilə bərabərdir. D variantı. 25. Radium elementinin atomlarının sayı 3200 il ərzində 4 dəfə azalır. Radium nüvəsinin yarım çevirmə periyodunu hesablayın. 4 dəfə azalırsa, yəni n bölü n sıfırdan söhbət gedir. 4'də 1'ə bərabərdir. Yəni bu da 2 üstü mənfi 2 deməkdir. Onda yazaram n bölünsün n sıfır bərabərdir. 2'nin üstü mənfi kiçik t bölünsün böyük t. Buradan n bölü n sıfırın yerine 2 üstü mənfi 2 qoysam bərabərdir 2 üstü mənfi ili veribdir 3200 bölünsün periyoda. Bunlar gedir, periyod da tapanda 3200'ü 2'yə bölməliyəm. O da 1600 il verir. Yəni cavabı götürərəm A variantı. 26. Radioaktiv parçalanan nüvələrin nisbi sayının zamanda asıllıq qrafikləri verilmişdir. Hansı halda yarım çevirmə periyodu ən böyükdür? İndi belə bir söhbət var uşaqlar burada. Periyod bunlardan asılı deyil. Amma dövrlərin sayı, yəni bu delta n bölünsün n sıfır say periyoddan asılıdır. Yəni periyod nə qədər böyük olsa, parçalanan say o qədər çox olur. Və ya əgər burada say bərabərdirsə zamana baxıram. Ki periyod nə qədər böyük olsa, parçalanan nüvələrin sərf etdiyi, yəni parçalanmaya sərf etdiyi zaman da o qədər çox olur. Çünki delta n bölü n sıfır yazanda bərabər olur 1 çıxılsın 2'nin üstü mənfi t bölünsün t'yə. Yəni zaman periyoddan düz asılıdır. Lakin periyod zamandan asılı deyil. Əgər periyod ən böyükdür deyirsə, baxıram ki, harda ən böyük zaman sərf olunubdur. Deməli periyod orada böyükmüş ki, onun parçalanmasına daha çox zaman sərf olunub. 5'də də zaman ən böyük olduğu üçün deməli orada periyod ən böyükdür. 26'da cavabı götürərəm A variantı. 27'də də ən kiçik istəyirsə zamanın ən kiçik olduğu nöqtəni götürərəm, yəni 1'i. Cavabı götürərəm B variantı. Gələk 28. Alfa çevrilmə zamanı nüvənin kütlədədir. Kütlədədir adı, yəni yuxarıdadır, Z-də məxrəcdədir. Kütlədədir 4 dəfə, yük ədədi 2 vahid dəyişir. Deməli 4 vahid azalır. Cavab D variantı götürərəm 28'i. 29. Alfa çevrilmə zamanı nüvənin elektrik yükü. Baxıram ki 2 vahid azalır da 2 elektron qədər azalmalıdır. Cavabı götürərəm B variantı. 30.
Yarın verilmiş radioaktiv maddənin yarım çevrilmə periodu heç nədən asılı deyil. Ona görə bunların heç birinin asılılığı olmur. D variantı. 31. Verilmiş radioaktiv maddənin yarım çevrilmə periodu kütlədən də asılı deyil. C variantı. Yalnız maddənin növündən asılıdır uşaqlar. Bunların heç birinin asılılığı yoxdur. B variantı. Baxın, burada da delta N'dən də soruşur. Asılı deyil. B variantı. Gələk 34-ə. Radioaktiv X nüvəsinin iki ardıcıl çevrilmədən sonra Y nüvəsinin alınma sxemi göstərmişdir. Bu zaman hansı hissəciklər buraxılır? Gəlin baxaq. Deməli, birinci halda X-dir. X-in baxıram Z-i nə qədərdir? 90-dır. A kütlədədir isə 232-dir. Birinci halda nə baş verir? Y-ə keçir. Y-ə keçəndə baxıram ki, A 4 vahid azalır, 228 olur. Z isə 2 vahid azalıb 88 olur. Deməli, burada bir dənə alfa zərrəcik buraxılır. Bir dənə alfa buraxıldı. Sonra Y-dən keçəndə digər tərəfə, tutaq ki, Z-ə keçir. Y-də deməli, Y-in Z-i 88-dir. A-sı 228-dir. Üçüncü hala keçəndə məxrəc deyim, yəni Z-i 89 olur. Amma kütlədə 238 qalır. 228 qalır. Məxrəc, yəni aşağı isə bir vahid artdı. Deməli, bu da beta mənfi çevrilmədir. Yəni bir dənə alfa, bir dənə də beta mənfi çevrilmə var. B variantı. 35-də yenə çevrilməmiz var. Baxaq. Birinci X elementidir. Yazaq bunu. X-in deməli kütlə ədədi 228-dir. Yük ədədi isə 90-dır. Y-ə çevriləndə Y-in kütlə ədədi 224-dür. Yük ədədi isə nə qədərdir? 88-dir. Baxıram, burada bir C-dən çevrilmə var, o da alfa çevrilmədir. Cavabı götürərəm C variantı. Bir dəqiqə. Başqa burada. Burada bir şey fikir vermədim uşaqlar. Üzr sayın. Burada hələ Y-ə keçmir. X orada bir hal var. Baxın, bu balaca yer. X birinci bura gəlir. Baxın, bu hissəyə. Həmin hissəyə gələndə tutaq ki, bir dənə Z elementi var. Həmin hissədə 228 dəyişmir. Amma beta bir vahid artır. Baxın, beta mənfi çevrilmədir. Aşağı bir vahid artır. 89 idi. 90 olur. Yəni, burada bir dənə beta mənfi çevrilmə var. Sonra buradan keçəndə əvvələ Z-dən keçir Y-ə. Z-də 90 228-dir. Y-ə keçəndə 224 olur. O da 2 vahid azar 88 olur. Yəni, görürəm ki, burada da bir dənə alfa var. Bir beta, bir alfa. Cavab 7. 36 deyir ki, bitium izotopunun 1 alfa və 3 beta mənfi çevrilməsindən sonra alınan elementin nüvəsinin yük və kütlədədir. Deməli, bitium 83, 211 yazıram. 211. 1 alfa çevrilməyə məruz qoyaq. Burada bir X elementi alınır. Aşağıda 83 2 vahid azalır, 81 olur. Kütlədədir 4 vahid azalır, 207-yə bərabər olur. Daha sonra 3 dənə beta mənfi çevrilməyə məruz qoysam, bir dənə beta mənfi çevrilmədə mən bilirəm ki, nə baş verir? Yuxarı dəyişmir, 207 qalacaq. Bir beta mənfi çevrilmədə aşağı bir vahid artır. 3 dənəsində 3 vahid artar, yəni 84 olar. Belə çıxır ki, Z-i 84-dür, A kütlədədir 207-dir. 84-207 cavabı götürərəm A variantı. Daha doğrusu G variantı. 37. Deyir ki, izotopunun 2 alfa və 1 beta mənfi çevrilməsindən sonra. Baxaq. Deməli, 91, 231 yazıram. 2 alfa çevrilməyə məruz qoyuram. Birinə qoyaq. Birinə qoyanda deməli, burada X elementi alınır. Aşağı 2 vahid azalır 89. Yuxarı 4 vahid azalır 227. Bir dənə də alfa çevrilməyə məruz qoyuram. Çünki 2 dənə alfa baş verir. Burada Y elementi alınır. Yenə 89 2 vahid azalır 87. Yuxarıda 4 vahid azalır 223. Sonra bir dənə də beta mənfi çevrilməyə məruz qoyanda. Burada da hansın Z elementi. Aşağı bir vahid artır 88. Yuxarı dəyişmir. 223 olaraq qalır. Deməli, onda belə çıxır ki, A kütlədədir 223-dür. 223. Z isə 88-dir. 88, 223 cavabı götürərəm D variantı. Gələk 38 nömrəli suala. Polonium radioaktiv izotopunun kütləsi nə qədər vaxtdan sonra 8 dəfə azalar? Yəni, M bölünsün M0 bizə 8 verib. 8-də 1 verib. Bu nə deməkdir? Bu 2-nin üstü mənfi 3 deməkdir. Onda yazaram M bölünsün M0 bərabərdir. 2-nin üstü mənfi T bölünsün böyük T-yə.
Buradan 2'nin üstü mənfi 3 bərabərdir. 2 üstü mənfi t bölünsün. Periyod da var. 2 vurulsun 10 üstü mənfi 4'ə. Buradan 2'lər gedər. T'ni tapanda 6 vurulsun 10 üstü mənfi 4 alaram. Yəni cavab olar C variantı. 39. Euler Venn diaqramında uyğun bəndləri müəyyən edin. Kütlə dədi 4 faiz azalan alfa zərrəcikdə, çünki helium çıxır. Yəni yuxarı 4 faiz azalmalıdır. Kütlə də yük ədədi dəyişməyən qamma şüalanmadır. Orada nə yük, nə kütlə ədədi dəyişmir. İkisində də kütlə və yük ədədlərinin saxlanma qanunu ödənilir. Neytronların sayı dəyişməyən qammadadır. Protonların sayı 2 vahid azalanında alfadadır. Çünki Z 2 vahid azalır da helium nüvəsi çıxır. 1, 5, 3, 2, 4 götürməliyəm. Cavab D variantı. 40 nömrəli sual. Beta mənfi çevrilmədə qammada heç olmur uşaqlar. Nə yük ədədi dəyişmir, nə kütlə ədədi dəyişmir. Ona görə yük ədədi bir vahid artırsa bu betaya aiddir. Kütlə ədədi dəyişməyən hər ikisidir. Çünki A-sı dəyişmir hər ikisində. Yük ədədi dəyişməyən qamma şüalanmadır. Başqa nə var? Element dövrü sistemin başqa elementinə çevrilmir. Bu qamma şüalanmadır. Element dövrü sistemin bir xana sonraki elementinə çevrilir. Betadır. 1, 5, 2, 3, 4. 1, 5, 3, 4, 2. Cevabı götürərəm Y variantı. 41. Yeni alfa və beta mənfi çevrilmə var. Hər ikisində yeni nüvə yaranır. Yəni bu ortaq olur. Çünki hər ikisində kütlə və yük ədədlərində fərqlilik var. Nüvənin yük ədədi artır. Yəni 1 vahid artırsa bu beta mənfidir. Amma alfada 2 vahid azalır. 3 bura gedir. Nüvədəki neytronların sayı 1 vahid azalır deyir. O da beta mənfi çevrilməyə gedir. Çünki protonların sayı 1 vahid artır. 3, 1, 4, 1, 2, 4. Cavab Y variantı. 42'də yenə baxıram. Hər ikisində yeni nüvə yaranır. Yük ədədi azalan, yəni Z-dən söhbət gedir. Yük ədədi azalan alfadır. Çünki 2 vahid azalır, betada 1 vahid artır. Kütlə ədədi dəyişməyən betadır, alfada 4 vahid azalır. Neytronların sayı 2 vahid azalan alfadır, çünki proton 2 vahid artır. Protonun sayı 2 vahid azalır. Ona görə neytronlar, daha doğrusu protonlar sayı qoyun yazaq da bunu yoxlayaq. Məsələn, litium 3,7'dir. Alfa çevrilməyə məruz qalsa X 1, 4 alınır. Başlanğıçda mənim protonlarımın sayı 4 idi. 4. Daha doğrusu 3. Sonra isə 2 olur. Yəni 2 vahid azalır. Bəli, gedir bura. 2, 4, 1, 3. Cavabı götürərəm Y variantı. Gələk sonra növbəti suala. 2, 4, 3, 1. Yerini dəyişik dedim. 2, 4, 3, 1. Cavab olur A variantı. 43 nömrəli sual. Radioaktiv nüvənin beta mənfi çevrilməsinə uyğun keçid hansıdır? Beta mənfi çevrilmə üçün uşaqlar, beta mənfi üçün Z 1 vahid artmalıdır. 1 vahid artmalıdır. Neytronların sayı Z 1 vahid artırsa neytronların sayı da 1 vahid azalmalıdır. Onda mən bilirsiniz nəyi götürərəm? Baxın 5'i. Fikir verin. Z 27 idi, 28 oldu, 1 vahid arttı. Neytron da 33 idi, 32 oldu, 1 vahid azaldı. Onda cavabım olar 1, 5. Yəni Y variantı. 44. Hansı şüalanma helium nüvələri senindən ibarətdir? 1, 2, alfa şüalanmadır bu. Yalnız 1. C variantı. 45 nömrəli sual. Hansı şüalanma elektromaqnit dalğasıdır? Yalnız qamma şüalanma. Cavab C variantıdır. 46. Radioaktiv X elementinin izotopuna alınmasına uyğun keçid hansıdır? Deməli, izotop deyirsə, izotopda P hərfi var. Protonlarının sayı eyni qalmalıdır. Yəni protonlarının sayı nədir? Z dəyişmir. Z dəyişməyən 2 variant var. 1, 3, bir də 1, 2. Yəni 1 ilə 3'ü götürərəm onda. Cavabı Y variantı. 47. Yarımçevrilmə periyodunun 2 mislinə bərabər olan zaman müddətində, yəni onda T bərabər 2T zaman müddətində radioaktiv nüvələrin neçə faizi parçalanır? Deməli, birinci tapmalıyam ki, radioaktiv nüvələr nə qədər parçalanır? Bunun üçün M bölünsün N0 bərabər edərəm. 2'nin üstü mənfi T bölünsün böyük T'yə. Buradan T'nin yerinə bunu yazanda 2 vurulsun mənfi 2T bölünsün T alınır. Bunlar gedir 2 üstü mənfi 2 4'də 1 edir. Baxın, ümumi 100%'dir. 100%'i 4'də 1'ə vururam. 4'də 1'ə vururam. Tapıram 25%. Deməli, 25% parçalanmayandır. Yəni qalan nüvələrimin faizidir. 25% qalıbsa nə qədəri parçalanıb? 100'dən 25 çıxaram.
Taparam ki onda 75% parçalanıbdır. Yəni cavabı götürərəm B variantı. 48. Deyir ki, yarımçevirmə periodunun 2 misinə bərabər zaman müddətində, yəni T bərabər 2T zaman müddətində hansı nüvələrin neçə faizi çevrilməmiş qalar? N bölü N sıfırla tapdığım nüvələr ilə çevrilməmişdir. 2'nin üstü mənfi T bölünsün T yazsam, bu alınar 2'nin üstü mənfi 2. Bu da 4'də 1 edir. 100% idi. Vururam 4'də 1'ə. Tapıram ki 25% çevrilməmiş qalır. 75% isə çevrilir. Yəni 25 götürərəm onda. Cavab A variantı. 49. Parçalanmamış radioaktiv nüvələrin sayının zamandan asıllıq qrafiki verilmişdir. Maddənin yarımçevirmə periodunu hesablayın. Neçə yazıram? N bölünsün N0 bərabərdir. 2'nin üstü mənfi T bölünsün böyük T. N'imiz 10 üstü 8'dir. Bölünsün N0'ımız 8 vur 10 üstü 8'dir. Bərabərdir 2'nin üstü mənfi T'nin yerinə 6 böyük T qalır yerində. 10 üstü 8'lər gedir. 8'də 1'i 2'nin üstü mənfi 3 yazaram. Bərabərdir 2'nin üstü mənfi 6 bölünsün T'yə. Bunlar gedər. Onda periyod da buradan tapanda 2 alaram. Yəni 2 il. Cavab A variantı. Gələk 50 nömrəli suala. Uran 92-238 nüvəsi plümbüm nüvəsinə çevrildikdə neçə alfa və beta mənfi hissəcik çevrilir? Baxın, uran 92-238'dir. Mən bilirəm ki, beta mənfi çevrilmədə yuxarı dəyişmir. Yəni kütlə ədədi dəyişmir. Yəni burada kütlə ədədi nə qədər azalıbsa, hamısı alfa çevrilməyə görə baş veribdir. Onda mən birinci 238'dən çıxaram 206'nı. Və buradan taparam 32. Yuxarı 32 vaid azalıb. Bir alfa çevrilmədə yuxarı 4 vaid azalırdısa, onda neçə alfa çevrilmə baş verib ki, A kütlə dədim 32 vaid azalıb. Deməli, 8-dən alfa çevrilmə baş veribdir ki, uşaqlar. 8 alfa çevrilmədə kütlə dədi A 32 vahid dəyişib. Çünki bir çevrilmədə 4 vahid dəyişir. 8 alfa hissəcik tapdım mı? Bunlar getdi mi? Onda 8 alfa hissəcikdə Z nə qədər dəyişər? Baxın, bir çevrilmədə bir dənə alfa hissəcik çıxanda 2 vaid azalır. 8 dənəsində onda aşağı 16 vaid azalmalıdır. 92'dən 16 çıxaram. Taparam ki, deməli 6, 76. Deməli, məndə nüvə 76 olmalıydı. Yəni 8 alfa hissəcik çıxandan sonra. Amma 82 olub. Deməli, neçə dənə beta mənfi çevrilmə baş verib ki, bu 82'yə qalxıb? 6 dənə. Çünki, uşaqlar, bir dənə beta çevrilmədə kütlə yük ədədi 1 vaid artır. Deməli, 6 dənə baş verib ki, bu 76'dan 82'yə qalxıbdır. Yəni, ona görə cavabı götürərəm C variantı. Daha sonra gələk növbəti suala. 51. Deyir ki, radium nüvəsi plutonium nüvəsinə çevrildikdə neçə alfa zərrəcik baş verir? Baxın, alfa hissəcik çevriləndə yuxarı dəyişir. Yəni A kütlədədir, amma betada dəyişmir. Buna görə mən tapa bilərəm ki, neçə dənə alfa hissəcik baş verib? 226'dan çıxıram 206'nı. Tapıram 20. Yuxarı 20 vaid azalıb. Bir alfa çevrilmədə yuxarı 4 vaid azalırdısa, X-dən alfa çevrilmədə 20 vaid azalır. Onda buradan X-ımı tapıram mı ki, deməli burada 5 dənə alfa çevrilmə var. 5 alfa çevrilmədə, indi yük ədədini tapaq. 1 dənə alfa çevrilmədə yük ədədi 2 vaid azalır. Onda 5 dənə alfa çevrilmədə yük ədədini neçə vaid azalar? X desəm buradan X 10 tapıram. Deməli onda mənim normalda radiumum 5 dənə alfa çevrilməyə məruz qalanda 226 yazsam. X elementinə çevrilir. Aşağı 10 vaid azalır 78 olmalıdır. Yuxarı isə 20 vaid azalıb 206 olaraq qalıbdır. Onda baxıram ki, aşağı 78 olmalıdır. Burada 82 göstərir. Deməli bu nə artmış ola bilər burada? Deməli beta mənfi çevrilmə baş verib. Neçə dənə baş verib? Bir beta mənfi çevrilmədə aşağı 1 vaid artır. Onda burada neçə vaid artıb? 4 vaid artıb. Deməli 4 dənə beta mənfi çevrilmə baş verib. Deməli 4 beta mənfi çevrilmə, 5 dənə də alfa hissəciyi ilə cavab A variantıdır. Sonra 52. Radioaktiv maddənin kütləsinin zamandan asıllıq qrafiki verilmişdir. Maddənin başlanğıc kütləsini hesablayın. Yəni bizdə M0 istəyir. M bərabərdir. M0 vurulsun. 2'nin üstü mənfi T bölünsün böyük T. Buradan M0'ı tapanda gəlin yerinə qoyaq, elə yazaq. M deməli 5'dir. 5 bərabərdir. M0 vurulsun 2'nin üstü mənfi. T'nin yerinə 8 qoyuram. Periyodun da yerinə 2. Buradan 5 bərabərdir. M0 vurulsun 2'nin üstü mənfi 4. Bu da mənə verir M0 bölünsün 16. Onda M0'ı buradan tapanda 5'i vurmalıyam 16'ya. Bu da mənə verir 80 qram.
Yəni cavab olar 80 milliqram, yəni Y variantı. Gələk 53 nömrəli suala. Bizə deyir radioaktiv maddənin kütləsinin zamanda asılılıq qrafiki vermişdir. Yəni çevirmə periodunu hesablayın. Deməli M bölünsün M0 yazaram birbaşa bərabərdir. 2'nin üstü mənfi T bölünsün böyük T. M 2'dir. M0 16'dır. Bərabərdir. 2'nin üstü mənfi. Burada zaman nə qədərdir? 21'dir deyəsən. 21 bölünsün T'yə. Buradan 2 ilə bunu ixtisar aparıram 8'də 1 düşər. O da 2 üstü mənfi 3 deməkdir. Bərabərdir 2'nin üstü mənfi 21 bölünsün T'yə. 2'lər gedir. T'ni də buradan tapanda 21'i 3'ə bölürəm və 7 sutka tapıram. Yəni cavab olur A variantı. Keçək 54 nömrəli suala. Bizə deyir ki, radioaktiv maddənin kütləsinin zamandan asılılıq qrafiki hansıdır? Radioaktiv maddənin kütləsi M bərabərdir. M0 vurulsun 2'nin üstü mənfi T bölünsün T düsturuna görə M0 zaman keçdikcə azalmalıdır. Yəni T artdıqca kütlə tərs asılı olduğu üçün azalmalıdır. Cavabı B götürərəm. Gələk növbəti suala. Deyir ki, müxtəlif elementin radioaktiv nüvələrinin sayının zamanda asılılıq qrafikləri verilmişdir. Nüvələrin yarımçevirmə periodlarının nisbəti. Yəni birinci grafikim budur da. Bu grafik üçün mən burada baxıram. Period onsuz 1-2 zaman keçdikcə dəyişmir də. Baxın bu hissə üçün baxıram. Baxın belə götürəcəm. İndi onda mən yazsam bunu belə yaza bilərik də. Birinci maddə üçün M bölünsün N0 bərabərdir. 2'nin üstü mənfi T bölünsün böyük T'yə. Buradan deməli N'imiz 4 vurulsun 10 üstü 5'dir. Bölürəm N0'ım 8 vurulsun 10 üstü 5'dir. Bərabərdir 2 vurulsun. Mənfi T'ni 4 götürmüşəm. Bölürəm böyük T'yə. 10 üstü 5'lər gedir. 2 düşür. 2'nin üstü mənfi 1 bərabər olur. 2'nin üstü mənfi 4 bölünsün T'yə. 2'lər buradan gedir. T'ni buradan 4 tapıram. T1'i. Daha sonra T2 üçün baxanda uşaqlar grafikə baxın. İkincinin grafikində baxın bu hissəni götürürəm. Onda yazaram M bölünsün N0 bərabərdir. 2'nin üstü mənfi T bölünsün böyük T'yə. Buradan N'ni yenə 4 vurulsun 10 üstü 5'dir. N0 8 vur 10 üstü 5'dir. Bərabər edirəm. 2 vurulsun. 2'nin üzəri mənfi 2 bölünsün T'yə. Buradan da bunlar gedəndə 2'nin üstü mənfi 1 bərabər olur. 2'nin üstü mənfi 2 bölünsün T'yə. Bunlar gedir T'ni 2 tapıram. T2'ni yəni. T2'nin T1'ə nisbətini də istəyirsə əgər T2'ni 2 tapmışam. T1'i də 4. Bunlar da bir-birinə böləndə 2'də 1 taparam. Yəni 55'də cavabı götürərəm B variantı. Gələk sonra 56 nömrəli suala. 56'da da yine bizə eyni şərti veribdir. Nüvələrin yarımçevirmə periodlarının nisbətini istəyir. Bir hissəsi üçün mən götürərəm baxın buranı. Deməli düsturumuz M bölünsün N0 bərabərdir. N0 bərabərdir. 2'nin üstü mənfi T bölünsün böyük T'dir. Buradan yerinə qoysam N'in yerinə qoyuram 4 vur 10 üstü 5. N0'ın yerinə qoyuram 16 vurulsun 10 üstü 5. Bərabərdir. 2'nin üstü mənfi T zamanın yerinə 6 qoyub periyoda bölürəm. Buradan bunlar gedir. Bundan bu getsə 4'də 1. O da 2 üstü mənfi 2 çıxır. Bərabərdir. 2'nin üstü mənfi 6 bölünsün T alaram. 2'lər buradan gedər. T1'i mən buradan 3 taparam. Daha sonra keçək T2'ni tapmağa. T2'ni tapanda da yine eyni ifadəni yazıram. M bölün 0 bərabərdir. 2'nin üstü mənfi T bölünsün böyük T'yə. Burada da ikinci üçün isə baxın bu hissəni götürürəm. Yazıram N'im 4 vur 10 üstü 5'dir. Bölürəm 16 vurulsun 10 üstü 5'ə. Bərabərdir. 2'nin üstü mənfi T zamanımın yerinə 2 qoyuram. Bölürəm T'yə. Buradan da bundan bu getsə, bunlar getsə 2 üstü mənfi 2 qalır. Bərabərdir 2'nin üstü mənfi 2 bölünsün T'yə. 2'lər də buradan gedir. T'ni buradan 1 tapıram. Daha sonra da T2'nin T1'ə nisbətini istəyirsə məndən T2 bölünsün T1 bərabərdir. 1 bölünsün 3 alaram. Yəni cavab olur Y variantı. 57 nömrəli sual. Çevrilmiş radioaktiv nüvələrin sayının zamandan asılılıq qrafiki verilmişdir. Nüvələrin yarımçevirmə periodlarını müqayisə edin. Deməli, burada mənim N'imi taparam. N bərabər olar 8'də 1 N0'dan çıxaram 8'də 7 N0'ı. Mən buradan N'imi taparam 8'də 1 N0. 8'də 1 N0'ı tapandan sonra yerinə qoyuram. N bərabərdir N0 vurulsun. Deməli 2'nin üstü mənfi T bölünsün böyük T. N'im var 8'də 1 N0'dır. Bərabərdir N0 vurulsun 2'nin üstü mənfi T bölünsün böyük T'yə. Buradan N0'lar gedər. Onda
8'də 1 yazaram, 2'nin üstü mənfi 3 bərabərdir 2'nin üstü mənfi t bölünsün t'yə. Bunlar gedər kiçik t'mdə 24'də. Onda periyod tapanda 24'ü 3'ə bölürəm. Bu da mənə verir 8 gün. Yəni 57'də də cavabı B variantı götür. Sonra gələk 58 nömrəli suala. Çevrilməmiş radioaktiv nüvələrin sayının zamanda asılılıq qrafiki verilib. Elementin yarım çevirmə periyodu. Uşaqlar burada n-i verib onsuz da. N bərabərdir 8'də 1 n0'dır. N0'ım da var. Onda düsturu yazaram. N bərabərdir n0 vurulsun. 2'nin üstü mənfi t bölünsün böyük t'yə. N'in yerinə 8'də 1 n0 qoyuram. Bərabərdir n0 vurulsun 2'nin üstü mənfi. T'nin də yerinə 12 qoyuram. Bölünsün t'yə. Bunlar gedir. 2'nin üstü mənfi 3 bərabərdir 2'nin üstü mənfi 12 bölünsün t'yə. 2'lər buradan gedir. T'ni də tapanda 4 saat alaram. Yəni 58'də də cavabı Y variantı götürərəm. 59 radioaktiv alfa çevrilməyə məruz qalan atom nüvəsində hansı dəyişiklik baş verir? Alfa çevrilməyə məruz qalanda kütlə ədədi A4 vahid azalır. Z yük ədədi isə 2 vahid azalır. Nüvənin yük ədədi 2 vahid azalmalıdır yoxdur, amma nüvə 2 protonunu itirir. Yəni 3'ü götürə bilərəm. Kütlə ədədi də 4 vahid azalır. 2-3'ü götürərəm. Yəni 59'da cavab olar D variantı. 60. Radioaktiv alfa çevrilməyə məruz qalan atom nüvəsində hansı dəyişiklik baş verir? Yəni dediyim kimi kütlə ədədi 2 vahid, 4 vahid azalmalıdır. Baxıram ki, kütlə ədədi 4 vahid azalır, var. Yəni 3'ü götürərəm, qalan variantlar gedər. Nüvənin yük ədədi 2 vahid azalır, düz deyil, bu da düzdür. Cavab elə 2-3'dür, C variantı. Deyir, radioaktiv alfa çevrilməyə məruz qalan atom nüvəsində hansı dəyişiklik baş verir? Nüvə 2 neutronunu itirir deyir. Bəli, neutron 2 vahid azalır, yəni 1 doğrudur, bunlar gedər. Daha sonra, çünki protonunu 2 vahid itirdiyi üçün neutron da 2 vahid itir. Nüvənin yük ədədi 2 vahid azalır. Bəli, azalır. 2'ni də götürərəm. Kütlə ədədi isə 4 vahid azalmalıdır. Burada artır deyir, yanlış deyir. Yəni cavab olur D variantı. Gələk 62'yə. Deyir ki, radon nüvəsinin 2 alfa və 2 beta çevrilməsindən sonra alınan nüvə. Deməli yazaq. Erin 86 219. Bir dənə alfa çevrilməyə məruz qoyaq. Burada alınır X elementi. 86 2 vahid azalır 84. Yuxarı 4 vahid azalır olur 215. Bir dənə də alfaya məruz qoyaq bunu. Onda burada bir Y elementi alınır. Aşağı olur 82. Yuxarı olur 211. Sonra da 2 beta. 1 betada ümumiyyətlə beta mənfi çevrilmədə yuxarı dəyişmir. Yəni 211 qalır. Aşağıda 1 beta mənfidə 1 vahid artırsa 2 dənəsində 2 vahid artıb 84 olur. Onda A'sı 211'dir. Z'ti də 84'dür. 84 211 62'də cavabı D variantı götürərəm. 63. Deyir ki 211 83 bitium izotopu plümbium izotopuna çevrilib. Bu zaman nə baş verib? Hansı çevrilmələr baş verib? Birinci yuxarıya baxıram. 211'dən çıxıram 207'ni. Kütlə ədədi nə qədər dəyişib tapıram ki 4 vahid. Nə vaxt 4 vahid azalır? Bir dənə alfa çevrilmədə. Deməli bir dənə alfa çevrilmə baş veribdir burada. Əgər bir dənə alfa çevrilmə baş verirsə 83 2 vahid azalmalıydı, olmalıydı 81. Amma burada 82 verib. Deməli bir alfa çevrilmədən başqa bir dənə beta mənfi çevrilmə baş verib ki, aşağı bir vahid artıb sonra 82 olubdu. Yəni cavabı götürərəm C variantı. 64'də də bizə deyir ki, izotopu radium izotopuna çevrilib. Bu zaman hansı çevrilmələr baş verir? 231'dən çıxıram 223'ü. Tapıram 8. Bir alfa çevrilmədə kütlə ədədi 4 vahid azalırsa, neçə dənə alfa çevrilmədə 8 vahid azalar? Əlbəttə ki 2 dənədir. Deməli 2 alfa çevrilmə baş verir. Bunlar gedər. 2 alfa çevrilmədə yük ədədi nə qədər dəyişər? 1 alfa çevrilmədə 2 vahid azalırsa, 2 dənə alfa çevrilmədə 4 vahid azalmalıdır. Yəni 91'dirsə 91'dən 4 çıxıram, 87 olmalıdır. Amma burada 88 verib. Deməli bir dənə də beta çevrilmə baş veribdir. Cavab götürərəm A variantı. 65. Radioaktiv şüalanma zamanı nüvədən 3 alfa və 2 beta mənfi zərrəcik buraxılıb. Neutronların sayı nə qədər azalmışdır? Biz birinci tapmalıyıq ki, alfa çevrilmədə və beta çevrilmədə neutronların sayı necə dəyişir, sonra vurmalıyıq. Məsələn, tutaq ki, imtahanda unutdunuz nəzəriyyəni. Necə tapacaqsınız? Bir dənə maddə götürün. Məsələn, alüminium 13 27. İndi bu maddəyi bir dənə alfa çevrilməyə məruz qoyun. Nə baş verir? Bu çevrilir Y maddəsi 11, 24. Düzdür? 23 daha doğrusu.
Aha, mən baxıram başlanğıcda protonların sayı nə qədərdir? Yuxarıdan aşağı çıxıram 14 idi. Sonra tapanda 12 olur. Yəni görürəm ki, bir dənə alfa çevrilmədə neytronların sayı 2 vahid azalır. Onda 3 alfa çevrilmədə, neytronlarımın sayı deməli 6 vahid azalıb. Bunu tapdım. Bunu tapdım ki, alfada 3 dənə alfada 6 vahid azaldı. Beta'ya gələndə, betada məsələn yenə 13 27 götürün. Bir beta mənfi çevrilmə baş verəndə burada alınır Y maddəsi, aşağı olur 14, yuxarı 27 qalır. Yəni birinci halda mən tapıram ki, neytronlarımın sayı 14'dür. İkinci halda tapanda 13 alıram. Yəni görürəm ki, beta mənfi çevrilmədə isə 1 vahid azalır. Onda 2 dənə beta mənfi çevrilmədə 2 vahid azalmalıdır. Alfada 6 vahid azaldı, 2 betada da 2 vahid azaldı. Onda ümumi 8 vahid deməli neytronlarımın sayı azalmalıdır. Yəni cavabı götürürəm D variantı. 66. Radioaktiv şüalanma zamanı nüvədən 2 alfa və 1 beta mənfi zərrəcik buraxılıb. Baxın, 1 dənə alfa zərrəciyə məruz qalanda 2 vahid azalır. 2 dənə alfada onda nə qədər azalar? Bir də uzun həlli yazmıram. Onda 4 vahid azalır. 1 beta mənfi çevrilmədə də 1 vahid azalır. Ümumi 5 vahid azalmış götürərəm. Yəni B variantı. 67. Parçalanmamış radioaktiv nüvələrin nisbi sayının zamanda asılılıq qrafiki verilmişdir. 12 saatdan sonra radioaktiv nüvənin hansı hissəsi parçalanmamış qallar. Deməli birinci periodu taparam. Deməli yazacağım n bölünsün n0 bərabərdir. 2'nin üstü mənfi t bölünsün böyük t-yə. N'imiz nə qədərdir? Götürək 4'də 1. Əgər 4'də 1 götürsəm, o biri də 1'dir da bu şəkildə olur. Elə n'lər gedir. 2'nin üstü mənfi t'ni 8 götürməliyim bölünsün t'yə. 2 üstü mənfi 2 bərabərdir. 2'nin üstü mənfi 8 bölünsün t'dən. Bunları ixtisar aparsam t'ni 4 tapıram. 4 tapıram, gətirib digərini də yerinə qoyacağım. Deməli n bərabərdir. n0 vurulsun. 2'nin üstü mənfi t bölünsün böyük t. Burada da bizə deyir ki 12 saatdan sonra. Deməli n'imiz yoxdur. Bərabərdir. N'ni soruşur bizdən. N0 1'dir. Vurulsun. 2'nin üstü mənfi. Kiçik t'nin yerinə 12, böyük t'ni də 4 tapmışam. Bu da alınır 2 üstü mənfi 3. Yəni bu da o deməkdir ki 8'də 1 hissəsi parçalanmamış qalar. Cavabı götürərəm B variantı. 68. Parçalanmamış radioaktiv nüvələrin nisbi sayının zamanda asılılıq qrafiki verilmişdir. 20 saatdan sonra radioaktiv nüvələrin hansı hissəsi parçalanmamış qalar. Yenə birinci periodu taparam. N bərabərdir. N0 vurulsun. 2'nin üstü mənfi t bölünsün böyük t'yə görə. N'imiz məsələn götürək 4'də 1. Bərabərdir. N0'ın 1'dir. Vurulsun 2'nin üstü mənfi t bölünsün böyük t'yə. Buradan 2 üstü mənfi 2 bərabərdir. 2'nin üstü mənfi t zamanımı 10 götürürəm. Bölürəm t'yə. Bunlar gedir. 4'də 1 götürdüyüm üçün 10 götürdüm. T'ni buradan 5 tapıram. İkinci halda nüvələrin sayını istəyirəm. Bərabərdir. N0 vurulsun. 2'nin üstü mənfi t bölünsün böyük t'yə. N0 onsuz 1'dir. Heç yazmıram. 2'nin üstü mənfi t'ni bu dəfə 20 verib 5'ə bölürəm. Bu da mənə verir 2'nin üstü mənfi 4. Bu da 1 bölünsün 16 deməkdir. Yəni cavab olar A variantı. 69. Eyler-Venn diaqramını müəyyən edin. Helium nüvələr selindən ibarətdir deyirsə, bu alfa zərrəcikdir, alfa şüalanmadır. Elektromaqnit şüalanması qammadır. Maqnit sahəsində deyir meyl edə bilir. Maqnit sahəsində meyl edə bilən alfa şüalanmadır. 3'ü götürərəm. Radioaktiv şüalanmanın tərkibidir qamma. Elektrik sahəsində meyl etmir hər ikisi. Deməli 1 3 5 2 4 olmalıdır. Bir dəqiqə. Bircə dəqiqə. Elektrik sahəsində meyl etməyən qamma şüalanmadır. 5 bura gedir. Radioaktiv şüalanmanın hər ikisi alfa, beta, qamma üçü də tərkibidir. 1 3 4 2 5. Cavabı götürərəm C variantı. 70. Elektron selindən ibarətdir beta şüalanmadır. Helium nüvələr selindən ibarətdir alfa şüalanmadır. Elektrik sahəsində deyir meyl edə bilir. Elektrik sahəsində meyl etməsi üçün yüklü olmalıdır. Hər ikisində əgər yükü baxaq görək varmı? Deməli, hər ikisi meyl edər elektrik sahəsində. Hər ikisi maqnit sahəsində də meyl edər. Radioaktiv şüalanmanın tərkibi alfa, beta, qamma üçü də. 2, 1, 3, 4, 5 cavabı götürərəm D variantı. 71. Alfa çevrilmə zamanı A 4 vahid azalır, Z isə 2 vahid azalır. A kütlə ədədidir. Kütlə və ədəd 4 vahid azalır. Z yük ədədidir. Yük ədədi 2 vahid azalır.
Deyir, dövrü sistemin 4 xana əvvəlki elementinə çevrilir. Yox. Burada deməli 2 xana əvvəlki elementə çevrilir. Çünki 2 vahid azalır. 1, 4, 6, 2, 4, 6 götürərəm. Yəni sonra növbəti suala. Hansı ifadələr beta mənfi çevrilmək üçün doğrudur? Beta mənfidə A dəyişmir. Z bir vahid artır. Nüvənin kütlə ədədi dəyişmir, düz deyir. Nüvənin yükü bir elementar yük qədər artır. Sonra nüvənin kütləsi dedik dəyişmir. Bir də elementin dövrü sistemdə bir xana sonraki elementə çevrilir. Çünki bir vahid artır. Cavabı 1, 2, 6 götürərəm. Qamma şüalanma üçün elektromaqnit dalğasıdır. Bunu götürərəm. Sonra maqnit sayəsində meyil edir, etmir deyir. Deməli, maqnit sayəsində meyil etmir. Elektrik yükünə də malik deyil. Düz deyir. Yükə malik deyil. 1, 4, 5'dir cavab. 74. Alfa şüalar üçün hansı ifadələr doğrudur? Elektrik sayəsində deyir, meyil etmir. Elektrik sayəsində meyil edir. Yox, elektrik sayəsində meyil edir. Müsbət elektrik yükünə malikdir, düz deyir. Helium nüvələr selindən ibarətdir. Sonra maqnit sayəsində meyil edir, düz deyir. Bir də helium nüvələr selidir. Cavab 2, 3, 4'dür. 75. Kuprum 2964 izotopunun beta mənfi çevrilməsi zamanı alınan elementin nüvəsində olan neytronların sayı. Gəlin yazaq. Kuprum 2964 beta mənfi çevrilməyə məruz qalanda X elementinə çevrilir. Bilmirəm neçədir deyək. Burada 29 idi, bir vahid artır 30 olur. Yuxarıda 64 qalır. Neytronların sayını da istəyirsə 64'dən 30 çıxıram. Bu da mənə 34 verir. Deməli, neytronların sayı 34. 75'də cavab olur 34. 76. Radioaktiv elementin yarımçevirmə periodu 4 sutkadır. Neçə sutka ərzində bu elementin verilmiş sayda nüvələrinin 8'də 1 hissəsi çevrilər. Gəlin çevrilməmişi tapaq. Çevrilməmişi tapmaq üçün n bərabər olur. 8'də 1'dən 8'də 7 çıxıb çevrilməmişi tapıram. 8'də 1. Sonra yerinə qoyuram. N bərabərdir. N0 vurulsun 2'nin üstü mənfi t bölünsün t. N'in yerinə 8'də 1 qoyuram. N0'ı da 1 götürdüm da. Vurulsun 2'nin üstü mənfi t bölünsün t. Buradan da 2'nin üstü mənfi 3 bərabərdir. 2'nin üstü mənfi t bölünsün yarım çevirmə periyodunu bizə 4 verib. Buradan bunlar gedir. T'ni 12 tapıram. Cavab olur 12. 77. Radioaktiv çevrilmə elementin yarım çevirmə periyodu 8 sutkadır. 16'da 1'i 15'i çevrilibsə çevrilməyəni taparam birinci. 1'dən çıxaram 16'da 15'i. Çevrilməyən 16'da 1'dir. Gətirib bunu qoyaram. N bərabərdir. N0 vurulsun 2'nin üstü mənfi t bölünsün böyük t'yə. N'in yerinə 16'da 1 qoyuram. Bərabərdir. N0'ı 1 götürdüm. Vurulsun 2'nin üstü mənfi t yoxdur. Amma böyük t'nin 8 verib. Bu 2 üstü mənfi 4 edər. Bərabərdir 2'nin üstü mənfi t bölünsün 8'ə. Bunlar gedir. Onda kiçik t'ni də 32 tapıram. Yəni cavab olur 32. 78. Preparatdakı alfa radioaktiv nüvələrinin başlanğıc sayı N0 deməli 2 vur 10 üstü 13'ə bərabərdir. Bizə deyir ki, t bərabər 3t zaman ərzində preparatı tərk edən alfa hissəciklərin ümumi yükünü hesablayın. Deməli, uşaqlar, burada bizdən tərk edəni soruşur. Onun üçün delta n yazaram. Delta n bərabərdir. N0 vurulsun 1 minus 2'nin üstü mənfi t bölünsün t yazaram. Buradan gəlin tapaq delta n-i. Bərabərdir. N0 verib bizə 2 vur 10 üstü 13. Vurulsun 1 çıxılsın. 2'nin üstü mənfi 3 edir. Yəni 1'dən 8'də 1 çıxıram. O da 8'də 7 qalır. Onda delta n bərabərdir. 2 vurulsun 10 üstü 13. Vurulsun 8'də 7. Bu da mənə verəcək 7 vur 10 üstü 13 bölünsün 4. Sonra yazacağım 2 bərabər n-yə. Lakin diqqətli olun. Alfa zərrəcik deyir. Helium 2 4'dür. Yəni yükü 2'dir. 2'yə vurmalıyam. Bu da bərabərdir. 2 vurulsun. N'in yerinə bunu qoyuram. 7 vurulsun 10 üstü 13 bölünsün 4. Vurulsun 7 1,6 vurulsun 10 üstü mənfi 19'dur. Buradan da bunları ixtisar aparsam 2 ilə getsə 2 düşər. Bu da bundan 0,8. 0,8'i 7'yə vursam 0 tam deməli 5,6 edər. Vurulsun 10 üstü mənfi 6 qalır. Bunu da elə mikrokulona çevirəndə 5,6 mikrokulon alarım. Cavab olur 5,6 mikrokulon. 79. Uyğunluğu müəyyən edin. Radioaktiv elementin yarım çevirmə periodu t olarsa nüvələrin sayı. Gəlin birinci tapaq.
n bölünsün n 0 bərabərdir. 2'nin üstü düsturumuz mənfi t bölünsün t'dir. İndi yerinə qoyaq. N bölünsün n 0 bərabərdir. 2'nin üstü mənfi, t'nin yerinə t qoyub t'yə bölsəm, 2 üstü mənfi 1 alınır. Yəni 1 bölünsün 2 alaram. Deməli bu 2 dəfə azalır. Cavabı götürərəm A variantı. Bir dəfə ikinci halda. N bölünsün n 0 bərabərdir. 2'nin üstü mənfi, kiçik t'nin yerinə 2t qoyub bölərəm t'yə. Bu da 1 bölünsün 4 edir. Yəni deməli 4 dəfə azalar. Üçüncüdə də yenə n bölünsün n 0'ı tapanda 2'nin üstü mənfi, kiçik t'nin yerinə 4t qoyaram, bölərəm t'yə. Bu da 2 üstü mənfi 4 edir. O da 1 bölünsün 16 edir. Yəni 16 dəfə azalar. 1'ə A, 2'yə B, 3'ə də Y variantı uyğun gələr. 80'dir. Radioaktiv elementin yarım çevrilmə periodu T olarsa nüvələrin sayı. 2 dəfə azalar deyir. Gətirək indi burada tərsinə. N bölü n 0'ın yerinə 2'də 1 qoyuram. Bərabərdir. 2'nin üstü mənfi t bölünsün t'yə. Buradan 2 üstü mənfi 1 bərabər olur. 2 üstü mənfi t bölünsün t. Buradan bunlar gedəndə t bərabər t alıram. Yəni onda bunu götürərəm A variantı. Sonrakında deyir ki 8 dəfə azalar. Yəni n bölü n 0'ın yerinə 8'də 1 qoyuram. Bərabər edirəm 2'nin üstü mənfi t bölünsün t'yə. Bu 2'nin üstü 3 deməkdir. Mənfi 3. Bərabərdir 2'nin üstü mənfi t bölünsün t. Buradan bunlar gedir. Onda kiçik t'ni taparam deməli 3t. Götürərəm C variantı. 16 dəfə azalar deyəndə də n bölü n 0'ın yerinə 16'da 1 qoyuram. Bərabərdir 2'nin üstü mənfi t bölünsün böyük t'yə. Buradan 2'nin üstü mənfi 4 bərabərdir 2'nin üstü mənfi t böl böyük t. Bunlar da gedir. Onda kiçik t'ni 4t tapıram. Buna da gedir D. Yəni 1'ə A, 2'yə C, 3'ə də D variantı uyğun gəlir. 81. Radioaktiv maddənin kütləsinin zamandan asıllıq qrafiki verilmişdir. Verilmiş zaman anları üçün uyğunluğu müəyyən edin. Düstur qalsın. M bərabər M0 vurulsun. 2'nin üstü mənfi T bölünsün böyük T. Mən M0 tapmalıyım da. Onda 4 verib də buradan istifadə edək. 4 bərabərdir. M0 vurulsun. 2'nin üstü mənfi. Zamanımın yerinə 2t qoyub t'yə bölürəm. Buradan da onda m0 bölünsün 4 bərabər olar 4'ə. Onda m0 yəni başlanğıc kütləmi 16 tapıram. T bərabər 0,16 16 milliqramdır. Yəni cavabı götürərəm C variantı. Gələk indi ikinciyə. Daha sonra ikincidə deyir t bərabər t müddətdə. M0 tapandan sonra rahatdır. M bölünsün m0 bərabərdir. 2'nin üstü. Heç m-ə belə yazmayaq. M-i tapırıq da onsuz da. M0 nə qədər tapdım? 16 vurulsun 2'nin üstü mənfi. Kiçik t'nin yerinə böyük t qoyub t'yə bölürəm. 2 üstü mənfi 1 düşür. Yəni 16'ın 2'yə bölürəm 8 düşməlidir. Cavabı B götürərəm. Üçüncüdə də M0 yenə 16'dır. Vurulsun 2'nin üstü mənfi. T'nin yerinə 3t qoyub t'yə bölürəm. 2'nin üstü mənfi 3 də 8 edir. Yəni 16'ın 8'ə bölürəm. Bu da mənə 2 verir. Cavabı Y götürərəm. 1'ə C, 2'yə B, 3'ə də Y variantı uyğun gəlir.